Geçen derste biz PMT yani PLT platör yani ödeniş funksiyasını keçdik. Bugünkü derste biz daha iki maliyyə funksiyasını keçəcəyik. Birincisi PRPLT prosentli platör, ingiliscə gedir IPMT. İkinci isə основной platör, ingiliscə gedir PPMT. PLT funksiyasını, yəni PMT funksiyasını istifadə edəndə biz belə misal götürmüşdük ki, müştəri 10.000 manat kredit götürür 18 ay müddətinə və 18 faizlə, illik 18 faiz. Aylıq ödənişini tapdıq və baxdıq, gördük ki, il yarımdan sonra bizim müştərimiz 11.485 manat qaytaracaq və 1485 manat ziyana düşür. Yəni 10.000 götürüb 11.485 manat qaytarır. Amma məbləği ödəyəndə, aylıq məbləği ödəyəndə o məbləğ həmişə iki hissəyə bölünür. Birinci faiz məbləğini, ikinci isə əsas məbləği. Bax, o faizlə əsas məbləği hesablamaq üçün bu iki funksiya istifadə olunur. Yəni PRPLT və OSPLT. Gəl görək bunu necə eləmək olur. Bu hissəni kopyalayırıq və keçirdik bura. İndi tutalım ki, biz ipoteka götürürük. Deyək ki, 9 faizlə 20 ilə avtomatik onu aya çeviririk, 240 ay və məbləğ tutalım ki, 1 milyon manatdır. 3, 1, 2, 3, 1 milyon manat. Və burada ödənişləri belə eləyirik. Deyək ki, birinci ödəniş ikinci ödəniş, üçüncü ödəniş və dördüncü, gəliz 12-ci ödəniş illik belə. Burada belə bir rəqəmlər yazaq. 1, 2, 3, 12. Bu rəqəmlər ümumiyyətlə lazım deyil. Nə üçün bunu istifadə edəcəyik? Birazdan başa düşəcəksiniz. Belə. İndi gəl bir də keçən dərs təkrarlayaq və PLT funksiyasını istifadə edək. Birinci ödəniş üçün bərabərdir PLT, çağırdıq arqumentləri, stavka, yəni faiz dərəcəsi 9 faiz, avtomatik aya çeviririk, bölürük 12-yə, müddət 240 ay, və məbləğ 1 milyon manat. Okey. Mənfi şirəsini götürmək üçün buradan mənfi qoyuruq və enter düyməsini basırıq. 8997 manat birinci ödəniş olmalıdır. Bax, bu məbləğ 8997 manat iki hissədən ibarətdir. Faiz məbləğindən və əsas məbləğdən. Gəl indi hesablayaq görək. Faiz nə qədər eləyir? Ümumi məbləğ nə qədər eləyir? Əsas məbləğ nə qədər eləyir? Keçirik bura. Yazırıq bərabərdir PRPLT faiz 9 bölürük 12'ye, burada 240 və məbləğ 1 milyon. İndi ikinci xanaya baxırıq, period. Bizdə lazımdır birinci ödəniş. Ona görə burada 1 yazırıq. Nəyə görə bunun fikrimizi
yönəldirəm bu xanaya. Bu xananı dəyişəcəyik. Təxminən bir 5-6 dəqiqədən sonra başa düşəcəksiniz nəyə görə dəyişəcəyik və nəyə görə bu xanaları mən istifadə edirəm. Burada belə rəqəmlər yazmış. Okey. 7500 manat. Bunu çevirə bilərik rəqəm formatına. Burada da mənfi şərasını qoya bilərik. 7500 manat. Qəpikləri də yığışdırmaq istəyiriksə, buradan qəpikləri yığışdır. Formatı da belə edirik. 7500 manat. Bu faiz hissəsidir. Yəni bu ödənişin bu hissəsi, əksər hissəsi faiz idi. İndi görək əsas məbləğ necə hesablanır. Bərabərdir OSPLT keçirik bura. 9% bölür 12'ye. Burada yazar 1, yəni birinci ödənişdir. 240 və 1 milyon. Gəldi bunun qabağında ilə o saat mənfi işarəsini qoyun. Belə formatını dəyişdiririk. Yəni bu ədədləri toplasaq biz deyirik 8997. Yəni burada da göstərir görürsünüz 8997. Yəni bu təkrar edirəm faiz hissəsidir. Bu isə əsas hissəsidir. Kreditin əsas hissəsidir. İndi ikinci ay gəlir. Hesablayaq. Burada ümumiyyətlə bu rəqəmlər dəyişmir. Çünki ödənişlər bu funksiyanın köməyi ilə hesablanırsa, ödənişdə mütləq annuitet olmalıdır. Yəni rəqəmlər dəyişmir. Ay eyni rəqəm olur. Eyni məbləğ olur. Ona görə burada yaza bilərik 8997 8997 və burada 8997. Yəni bunlar kopyalamaq. Bir dəfə yazandan sonra kopyalamaq olar. Yəni belə seçirsiniz. Deyək ki, bunu kopyaladınız. Burada belə seçdiniz. Və daxil edirsiniz. Sadəcə olaraq məndə burada 2 dənə xana idi. Ona görə kopyalamadım. Belə. İndi gəl burada hesablayaq. İkinci ay üçün necə olacaq? Hər dəfə disturu yazmamaq üçün bunu qaraldırıq, kopyalayırıq. Bundan sonra klaviaturdan ya Enter ya Escape düyməsini basırıq. Və burada yerləşdiririk. Belə. Burada da həmin əməliyyatı yerinə yetiririk. Kopyaladıq. Escape ya Enter və yerləşdiririk. Bura və bura. Bundan sonra burada birinci ödəniş idi. Burada ikinci ödənişdir. Burada 1-2 eləyirik. Burada 1-3 eləyirik. İstəyirsiniz buradan çağırırız. Burada əgər belə rahatsa belə eləyirik. 3 və buradan 4 eləyirik. Eyni əməliyyatı da burada eləyirik. 2, yəni ikinci ödəniş, üçüncü ödəniş və burada çaşdım. Burada 12-ci ödənişdir. Belə 12. Burada da 12 oldu. 4 yox, 12 olmalı. 12. Və belə. Formatını dəyişə bilərsiniz. Və belə. İndi sual yarana bilər ki, bizdə burada yalnız 4 ödənişdir də. 1-ci ay, 2-ci ay, 3-cü ay və 12-ci ay. Əgər bizdə 20 il ərzində ödənişlər olmalıdırsa, yəni 240 ödəniş olmalıdır. 240 dəfə bu düsturları əlinə yazıb təzədən dəyişməliyik. Bax, bunu eləməmək üçün mən bu xanalarda bu ədədləri yığdım. Burada belə bir dəyişiklik eləyirik. Çağıraq funksiyasını. Bu arqumentlər hamısını dəyişirik. Qabağına dollar işarəsini qoyuruq. Klaviaturdan F4 düyməsini basırıq. F4 və burada F4. Yəni nisbi istinadları
mütləq isnadlarla əvəz eləyir. Bunu keçən dərslərdə keçmişdik. Gəlir indi bu xanaya, ikinci xanaya. Burada bir ədədi yox, B6 xananı seçirik. Nəyə görə? Gəlir OK düyməsini basırıq. Və görürsünüz, bu sizə indi imkan verəcək ki, birinci xanada əməliyyat yerinə yetirəndən sonra bunu düyməni dartasız aşağı. Gəl bu ədədləri buraya yazın. 7489, 7477, 7382. Fikir veririz. Mən bu ədədləri yığışdırıram. Və burada dartıram aşağı. Görürsünüz, həmin ədədlər alınır. Əgər burada rəqəmlər qoysaydım, yəni 1, 2, 3 və 12, belə dartmaq aşağı mümkün olmayacaq. Gəl dala qaytarım əməliyyatı. Fikir veririz. Və belə. Və görürsünüz 1, burada 2. İndi gəl bunu dartıram aşağı. Və görürsünüz, əməliyyat alınmır. Ona görə bu xanalarda bu rəqəmləri yerləşdirdim ki, aşağı dartmaq olsun. Yəni birinci xanada əməliyyatı yerinə yetiririk və dartırıq aşağı. Eyni əməliyyatı da burada eləmək olar. Birinci xanadan başlayaraq dollar işarəsi qoyuruq. F4, F4, F4 və burada birin yerinə B6 xanasını yerləşdiririk. OK. Yadınızda saxlayırız. 1508, burada 1520, 1508, 1520, dartır aşağı. 1508, 1520. Ha belə. Sizdə artıq 240 dənə ödəniş olsa, buradan belə 240 sətr dartırsız aşağı bütün rəqəmlər görsənəcək. Və axırıncı bu dərsdə nəyi keçmək istəyirəm? Tutalım ki, siz bilmək istəyirsiniz ki, bax bu ödənişin, bu məbləğin neçə faizini təşkil edir? Yəni 7500, 8997-nin neçə faizini təşkil edir? Faizlə biləsiniz ki, faiz ödənişləri neçə faiz təşkil edir? Əgər riyaziyyatı yaxşı keçibsə, siz bilirsiniz ki, riyaziyyatda bu faizləri belə hesablayırlar. Yazırlar belə 8997 100%, 7500 x faiz. Və burada x-i tapmaq üçün çarpayı üsulundan istifadə edirlər. Yəni bərabərdir 7500 vurulsun 100-ə bölünsün 8997-yə. Bu ilə 83,36%. İndi burada hesablamaq istəyirsinizsə, eyni üsulla hesablayırsınız. Bərabərdir 7500 vurulsun 100-ə bölünsün 8997. 83%. Əgər vergüldən rəqəmlərini istəyirsinizsə görsənsin, formatını dəyişirsiniz və burada vergüldən sonra rəqəmlər görsənəcək. Son ikinci rəqəm almaq istəyirsiniz, bərabərdir 7489 vururuq 100-ə bölürük. Artıq burada görürsünüz. Faiz demək olar ki, dəyişmir. Əgər vergüldən sonra ədədləri gətirsək, görürsünüz, bir balaca azalır. Gəl indi 12-ci ödənişə baxaq. Bərabərdir. Vurulsun 100-ə bölünsün. Və görürsünüz, artıq 12-ci ödənişdə, yəni ilin axırında 1% faiz ödənişləri aşağı düşür.
Burada da gətirə bilərsiniz virgüldən sonra rəqəmləri. 81,94. Bununla bu dərsimiz yekunlaşır. Bugünə bu qədər. Təşəkkürlər.